Salam, herkese salam. Bilirsiniz de son günler bizim Milli Meclis bir qərar qəbul etdi. Dediler ki, bəsdir, bitti. Parlamentimiz dedi ki, Avropa Parlamenti ile bütün əlaqələri pauzaya değil, tam stopa qoyuruq. Yəni, fefsyo, bitti. Mən də baxıram deyirəm. Bəs nə oldu? Nə oldu bu Avropa dəyərləri, birgə əməkdaşlıq inteqrasiya? Hamısı bir qətnaməyə qədər imiş. Mən sizə bir sirr açım. Avropa Parlamenti nəyə bənzəyir? O kaprizli sevgililər olura, hər gün bir şeyə görə küsürlər. Biz onlara qaz veririk, onlar bizə qətnamə ha. Biz onlara enerji təhlükəsizliyi veririk. Onlar bizə deyir ki, sizdə niyə filan bloger narazıdır? Ay qardaş, mən boru kəməri çəkirəm, dənizin altından kabel keçirəm, dünyanı dəyişirəm. Bu isə oturub Brüsseldə kofe içə-içə mənə demokratiya dərsi keçmək istəyir. Bugün nə edək? Gəl Azərbaycana aid bir qətnamə yazaq. Nə yazdıq keçən dəfə? Bla 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 bla. Yenə eyni şey kopyala, yapışdı, tarixini dəyiş, göndər. Biz də Milli Məclisdəkilərə dedik ki, uşaqlar, siz də biraz kreativ olun. Onlar qətnamə çıxarsa, siz də əlaqələri çıxarın. Tamamən, yəni delete düyməsini bas. İndi yəqin. Brüsseldə oturub fikirləşirlər. Öz-özlərinə sual verirlər. Doğrudan mı getdilər? Bəs biz kimə ağıl öyrədəcəyik? Mən onlara həmişə deyirəm. Sizin qətnamələriniz kağız parçasıdır. Amma bizim qazımız. O realdır. Qış gələndə, evlər soyanda heç kim demir ki, mənə Avropa Parlamentinin 24-cü səhifədəki qətnaməsini gətirin, bürünüb qızınım. Hamı deyir, İlham, o kranı biraz da aç. Mən də deyirəm. Kranı açmaq üçün gərək o qətnamə fabrikinin qapısını bağlayasınız. İndi bizim parlamentarilər hamısını bloka atıb. WhatsAppda belə yazışmırlar. Avropa Parlamentindən kimsə zəng edir. Halo Azərbaycan, biz barışmaq istəyirik. Bizimkilər də deyirlər. Sorry, you are blocked by Milli Məclis. Try again in 50 years. Box! Budur müstəqil siyasət. Budur! Dəmir yumruq üslubunda diplomatiya. Onlar elə bilirdilər ki, biz onların qarşısında imtahan verən tələbəməyik. Xeyr! Biz artıq o universitetdən məzun olmuşuq, özü də fərqlənmə diplomu ilə. İndi biz özümüz dərs keçirik. Məndən Avropaya nömrə bir dərs budur. Hörmət etməyənə əməkdaşlıq yoxdur. Və salam, çaşan aşır.